Salam millət, bugünkü videomuzun mövzusu futures fonları haqqında olacaq. Blue Garden. Bundan əvvəl sizə bir fon haqqında paylaşmışdım, TopStep haqqında. İndi Blue Garden haqqında bir məlumat paylaşacağam. Necə almaq lazımdır, birlikdə alacağıq. Sonra necə trade rate bağlamaq lazımdır, onu birlikdə bağlayacağıq və sizin və qaydaların bir növ ətraflı şəkildə izah edəcəm ki, bu fon haqqında demək olar ki, beyninizdə heç bir sual qalmasın. Niyə bu fonu izah edirəm? Ümumiyyətcə, Top-Step-i bundan əvvəl izah eləmişdim. Çünki Top-Step həqiqətən avantajlıdır. Çox şərtlər rahatdır, futures fonları üçün rahatdır. Sonra ümumi istifadə qaydası da rahatdır. Şərtlər rahatdır, payout-da problem olmur. Bu tip qaydalara görə Top-Step-i birinci paylaşmışdım. Lakin hal-hazırki vəziyyətdə Top-Step-in qiyməti biraz baha olduğu üçün indi MyFunded Futures və Blue Garden arasında seçim elədim. Hal-hazırda da 70% endirim olduğu üçün bu fon haqqında məlumat paylaşacağam ki, yeni başlayanlar oradan başlamaqdansa buradan başlamağı bəlkə də daha yaxşıdır. Niyə? Çünki oranın avantajları həqiqətən çoxdur. Top-Step nəzərdə tuturam və yaxud da ki, başqa fonları nəzərdə tuturam. Yəni burada bahalı, daha güvənli. Forex fonları demək olar ki, hamısı bahadır. Amma futures fonlarla müqayisədə ən yaxşısı elə Top-Stepdir deyə düşünürəm. Oranın qiyməti ilə buranın qiyməti arasında yerinə görə də fərq var. Yeni başlayan biri üçün düşünürəm ki, buradan başlamaq daha yaxşıdır. Həm qiymət baxımından, həm də yəni trade rate rahat bağlanır bu şəkildə. Amma o çox qazanmaq üçün nisbətən ora daha yaxşıdır. İndi qaydaların istifadə etdiyi də bir-birindən özünüzdə aydın şəkildə görəcəksiniz. Deməli, əsas mövzu nədir burada? Blue Garden necə almaq lazımdır və Blue Gardenin bütün şərtləri nədir? Aydınmı? Okey, gəlin burada baxaq. Bax, çevirirəm Azərbaycan dilinə. Rahat, sadə-sadə gedəcək. Yəni sıfırdan belə deyim, fon almaq istəyən insan artıq ekranı açıb rahatlıqla fon ala biləcək. Ən sadə şəkildə izah edəcəm. Aha, açsıq belə bir platforma bizi qarşıladı. Ekranda da gedir 70% endirim. Kod da bu. Aydınmı? Tamam, deməli bunu biz istifadə edəcəyik. Okey, biraz aşağı düşürük. Burada 3 dənə növ var. Standart, qəyyum. Hani burada standart, yəni Guardian və Instat hesablar ingiliscədən. Burada ki, yəni aralarındakı fərq bu qaydalara görə dəyişir. Burada bir dənə Instat hesab, yəni keçirilmiş fon hesabı sadəcə oranın qaydaları daha şərti ağırdır. Ondan sonra özünüz alıb keçməyiniz daha yaxşıdır deyə düşünürəm və qiymətdə bahadır. Burada qiymətdə 187 dollardır. Aha, standart hesab almağınızı, yəni məsləhət görürəm ilk başlarda, yenə də məsləhət sizin. Sonra burada 50 minlik, 100 minlik və 150 minlik fon hesabı var və bağlamaq üçün Tradeweb ən yaxşısıdır. Onu da bağlamağı birlikdə öyrənəcəyik. 50 minlik fon hesabı alacağıq indi hal-hazırda birlikdə. Baxın, şərtlər nədir? 50 minlik üzərindən danışacağım. Burada hamısı da rahatlıqla keçid verib baxa bilirsiniz. Məsəl üçün 100 minliyə keçəndə belə, 150 minliyə keçəndə belə və yaxud da ki, qəyyuma keçəndə bu şəkildə artıq şərtlər dəyişir. Yəni rahat şəkildə özünüz görürsünüz. 50 minlik fon hesabında mənfəət burada 3000 dollardır. Yəni fonu keçmək üçün siz 3000 dollar piyat 3000 dollar profit eləməlisiniz. Maksimum kontrakt 3 kontrakt. Sonra günlük zərər limiti var. Burada TopStep ilə müqayisə etdikdə orada günlük zərər limiti yox idi, amma burada 1250 dollar itirmə riskiniz var gün ərzində. Bunun əslində yaxşıdır. Deyil dostunuz var. Bir tərəfdən yaxşıdır ki, gün ərzində çox uğursuz əməliyyat açmama imkanı verir sizə. Yəni dalbadal uğursuz əməliyyat açmama və yaxud da günlük çox risk eləməmə imkanı verir. Bu növ disiplində saxlayır sizi. Bu çox əslində yaxşıdır. Maksimum yəni stop lossunuz var sizin 2500. TopStep'te 2000 idi 50 minlik fona görə. Burada 2500. EAD var burada. EAD odur ki, yəni günün sonunda gün ərzində nə qədər qazanmısınız, itirmisiniz, ən son nədirsə, ən son nədirsə, günün sonunda artıq o deyərəm ki, qeydiyyata keçəcək. Aydınmı? Payout alma müddəti 7 gündən bir, aktivləşmə haqqı yoxdur. Sonra sıfırlama haqqı, yəni reset eləmə haqqı, əgər ki, fon hesabı yandırdınız, 70 dollardır. Miqyaslama qaydası yəni var. Mikro ölçüləmə var, ardıcıllıq qaydası var. Burada bilməli olduğunuzdan ən vaciblərdən biri arxa planda misal üçün birinci xəbər treydidir. 5 dəqiqə əvvəl, 5 dəqiqə sonra funded hesabda, digərində 2 dəqiqə olmalı. Deyəsən challenge hesabda 2 dəqiqə əvvəl, 2 dəqiqə sonra olmalıdır. Bu nə deməkdir? İndi baxacağıq qaydaya tam 5 dəqiqə götürməyimiz daha yaxşıdır. Bu nə deməkdir? Yəni xəbər deyirəm ki var, qırmızı xəbər var. Saat 15:30-da. Aydın? Deməli 15:25-də artıq sən nə əməliyyat açmalısan, nə də əməliyyatın ondan sonra aktiv qalmalıdır. Aydınmı? Yəni və yaxud da ki 15:30-da xəbər idisə, 15:32-də artıq xəbərlə birlikdə take profit stop olmağın, yəni fona ziyandır. Aydınmı? 5 dəqiqə sonra da aktiv qalmalıdır. Yəni 5 dəqiqə əvvəl əməliyyat açmırsan, 5 dəqiqə sonra bağlamırsan. 5 dəqiqədən sonra bağlayırsan. Tamam. Bunu necə bilmək olar? Bir də burada
Consistency qaydası var 40%. İndi gəlin bunu lap sadə şəkildə dedim, axı izah edəcəm. Burada nə edirik? Bax götürürük buradan bu linki. Daxil oluruq bura, Qroka. Burada məsləhət gördüyüm Qrokdur. Yəni ChatGPT, Gemini yox. Çünki internet çıxışı ən yaxşı Qrokun olduğu üçün daha düzgün məlumatları birbaşa buranın özündən alıb verməsi daha yaxşıdır. Yəni məsəl üçün müqayisə etsəz keçin Gemini-də yoxlayın. Görəcəksiniz arasındakı yerlə göyə qədər fərq var. Gemini çox səhv verir, ChatGPT çox məlumatı səhv verir. Qrok bu tip, yəni edirəm sıfırdan başlayan üçün açıb özünüz oxusanız daha yaxşıdır. Tez-tez verilən suallar arasında və ya da çata yazmasanız daha yaxşıdır. Amma yox, bu şəkildə baxa bilərsiniz. Yazırıq. Buraya yazırıq ki, bu fon hesabı haqqında e, hesabı haqqında mən niyə belə yazdım? Hesabı haqqında şrif dəyişmişəm. Mənə trade etməyim üçün kredi qaydalarına incə detallarına qədər izah et. Aydın bu şəkildə. Qısa başlıqlar olaraq. Yəni uzun oxumaq istəmirsinizsə olaraq. Bu şəkildə yazdıq. Ə, Əsas yəni bilməli olduğumuz, yenə dediyim kimi, burada özünüz oxusaz da yaxşı təbii ki, amma bu şəkildə də yazıb baxa bilərsiniz. Mhm. Gözləyirik. Aha, bütün qaydaları indi araşdırır. Tutarlıq qaydası 40% səviyyəsində göstərir. Yəni bu gözəl. İndi demək olar ki, hamısını göstərəcək. Niyə belə göz oldu? İncə detallar demişəm, yəqin ona görə. Təxminən 1 dəqiqə düşündü. Hı. Sizə sürətli lazımsan. Mhm. Hə. Aha. Tamam, bütün qaydalara verdi. İndi bax, burada etməli olduğunuz ən gözəli, siz hansı hesab alacaqdınız? Standart hesab, düzdürmü? Standart 50K hesab haqqında məlumat ver. Yaxud da bunu daha sadə yaza bilərsiniz. Məsəl üçün mən bu fon hesab alacağam, 50K-lıq standart hesab. Bilməli olduğum bütün məlumatları verir. Bu tip, yəni promokodlarla istifadə edə bilərsiniz. Okay. Ki burada daha konkret hansıdırsa onu o məlumatı əldə etmək üçün. Biraz uzun oldu əslində. Tamam. Aha, bax burada yazıb, hamısını yazıb, aydın şəkildə. Burada 3000, 1200 bayaq izah elədiyim, maksimum drawdown 2500 faiz olaraq yazıb qarşısında. E-adı izah eləyib, yəni gün sonu balansına əsasən hesablanır. Intraday dalğalanmaları nəzərə alınır. Intraday dalğalanma nədir? Yəni gün ərzində sən məsəl üçün 5000, daha doğrusu 2000 qazanmısan, 300 itirmisən, sonra təzədən 1000 dollar qazanmısan. Bunun son nəticə nədirsə ona baxır. Maksimum kontrakt sayı 3. Sonra burada aha, ardıcıllıq qaydası. Bax bu çox vacibdir. Burada deməli bir günün mənfəəti ümumi mənfəətin 40%-dən daha çox ola bilməz. Bu nə deməkdir, millət? Demək sizin 50 minlik fon hesabı keçməyiniz üçün bu bütün qaydalara aiddir. Yəni bütün futures fonlarında və yaxud da bu qaydanı harda görsəz, orada yazılan faizin məntiqi bu şəkildədir. Siz nə qədər profit olsa fonu keçirsiniz, deyirəm ki, 53 min, düzdürmü? Yəni 3000 dollar qazansanız fon hesabını keçirsiniz. 3000 dolların 40% nə qədər edir? 1200 dollar. Aydın? 3000 dolların 40%-i 1200 dollar edir. Bu o deməkdir ki, bu o deməkdir ki, sən artıq 1200 dollardan gün ərzində çox qazanmamalısan. Aydınmı? 1200 dollardan çox qazanmamalısan. Challenge mərhələsini keçmək üçün 1200 dollardan çox qazanmamalısan. Nəyə görə? Çünki burada istəmirlər ki, bir günə fonu keçəsən, bir əməliyyata fonu keçəsən, 1200 dollar qazansan, sonra 1200 dollar, 1200 dollar maksimum bu şəkildə, yəni qazanıb fonu keçə bilərsən. Aydınmı? Bu şəkildədir. Lap istəsəniz, baxın, lap istəsəniz burada tam aydın olmadı deyirəm ki, hansısa mövzu. Okay. Bunu götürürük. Bax bunu qısa olaraq yazırıq ki, qısa amma aydın şəkildə izah et.
Aha. Bax, ən çox qazanacağın ümumi qazanc 40%-dən çox olmamalı. Bu o deməkdir. Aha, 40%-dən çox olarsa qayda pozulur. 3000 mənfəət hədəfinə çatsan belə, əgər gün ərzində 40%-dən çoxdursa, hesabı keçə bilmərsən. Davam etməlisən. Daha çox qazanc əldə etməlisən. Ən böyük günü 40%-dən aşağı salmalısan. Aha, bax burada nümunəli şəkildə verib. Bir gün 1300 qazansan, ümumi qazancın 3250 olmalıdır. Yəni bu nə deməkdir millət? Deyir ki, əgər ki sən, yəni bu fonu partlatma mənasına gəlmir. Ki sən 40%-dən çox qazansan, 1200 dollardan çox qazansan, fonu partlatma mənasına gəlmir. Yəni sən nə etməlisən? Əvvəl 3000 idi keçməyin, düzdürmü? Artıq 3250 dollar qazanmalısan ki, fonu keçəsən. Aydındır mı? Bu şəkildə. Yəni başqa bir şey deyil. Yəni bilməyiz üçün standart rəqəmi deyim, heç burada beyninizi yormayın. Nəticə olaraq, yəni 50 minlik hesabda 3000 dollar profit eləməlisənsə, 40% nə qədərdir? 1200 dollar. Gün ərzində 1200 dolların üzərinə qalxma. Bu şəkildə. Tamam, indi gəlin keçək alınma qaydasına baxaq. Alma qaydasını burada tövsiyə edirəm ki, hər biriniz daxil olub o şəkildə alasınız. Daxil olma, mən bu hesab açdım az öncə. Bax, buradan hesab açırsınız, kodunuzu yazırsınız. Mən az öncə buradan hesab açdım deyə elə birlikdə alaq. Burada kod gəlir, yəni başqa bir şey deyil. Gmailinizə kod gəlir, oradan kodu təyin edirsiniz. Bax, burada kodu artıq təyin edirsiniz və bu şəkildə hesab açırsınız. Aha. Demək, buradan daxil oluruq. Start your challenge. Okey. Almaq istədiyimiz hesab standart 50 minlik Tradeaway-ə bağlanmış şəkildə. Davam eləyirik. Bax, burada da izah edeyim hamısını. Aha, bu şəkildə görünümü var. Mən indi buranı dayandıracağam. Dayandırmamışdan əvvəl çünki məlumatları yazacağam bura. Yazmamışdan əvvəl bura nə edirik? Kuponu yazırıq. Bax, burada olan kuponu yazırıq ki, 70% endirmə əldə eləyək. Kupon nədir? Bu şəkildədir. 70. Tamam, bunu yazdıqdan sonra 160 dollar qiyməti idi, düzdürmü? Neçə oldu? 48 dollara. 48 dollara. 50 minlik fon hesabı. İdealdır. Qiyməti çox qəşəngdir. Aha. Sonra keçirik. Bax, burada bu qaydaları qəbul edirik. Burada öz məlumatlarınızı yazırsınız. Bütün məlumatları yazdıqdan sonra burada istifadəçi adını da yaza bilərsiniz. Mən buraya yazacağam. Sonra kodumu yazacağam. Bu şəkildə. Buranı saxlayıram. Keçirik ikinci mərhələyə. Buranı yazdıqdan sonra sadəcə təsdiqləyirsiniz. Dayandırım. Aha. Demək millət, diqqət etməli olduğunuz ən əsas məqamlardan biri, orada öz şəxsi məlumatlarınızı dolduran ərəfədə ingilis şrifti ilə olmalıdır. Aydın mı? İngilis şrifti ilə olmalıdır. Ona diqqət edin, yoxsa qəbul eləməyəcək. İngilis şrifti ilə yazırsınız və o şəkildə qəbul edir. Sonra belə bir platforma gəlir və burada artıq siz kart hesabınızı yazırsınız. Məlumatları yazdıqdan sonra artıq 48 dollara hesab sizin hesabınızda, yəni alırsınız, istifadə edirik. İndi birlikdə alacağıq buranı. Dayandırıram, kart məlumatlarımı yazacağam. Kart məlumatlarını yazdım. İndi hal-hazırda kod gəldi. Kodu yazdıqdan sonra artıq hesabı birlikdə alacağıq 15.40. Tamam. Yazdıqdan sonra artıq hesabımı birlikdə alacağıq. Tamam. Hesab artıq alındı. Okey. Uğurlu əməliyyat keçdi. Tamam. Hesab artıq bizdədir. İndi biz bunu nə edəcəyik millət? Tradeaway-ə bağlayacağıq. Aydınmı? Bu hesabı artıq biz Tradeaway-ə bağlayacağıq. Başqa bir şey qalmadı burada. Okey. Bu şəkildə Tradeaway-ə bağlayacağıq. Onu da videoda göstərəcəm. Demək, keçdik millət videonun ikinci hissəsinə. Bu hesabı necə biz Tradeaway-ə bağlayacağıq ora. Bağlamamışdan əvvəl birinci bax öz dashboardunuza, profilinizə girirsiniz ümumiyyətcə. Bax burada kontrakt var. Bura daxil olursunuz və burada bax bura tıkladıqdan sonra birinci buranı qəbul etməlisiniz. Mütləq ki, bunu qəbul etməsəz, yəni kontraktı birinci imzalamalısınız. Bunu qəbul etməsəz, yəni o hesabı özünüz hesabınıza bağlaya bilmirsiniz. Bundan sonra nə edirsiniz? Keçirik Tradeaway-ə. Bax, Tradeaway-ə daxil oluruq burada login hissəsinə. Login hissəsinə. Bax, burada sizə Gmail gələcək. Gmail gələcək. Hesabı alan kimi birbaşa Gmail gələcək. İndi mən aşağı keçmirəm hesabı görməməyiniz üçün. Yəni orada şifrəmi, kodu görməməyiniz üçün. O şifrəni, kodu götürürsünüz, daxil olursunuz bura. Yazırsınız, şifrəni yazırsınız və buradan login edirik. Bundan sonra addım-addım izah edəcəm. Burada buna tıklayırıq. Country.
Aha. Mən bundan əvvəl eləmişdim deyə mənə bütün hamısı gəlmədi millət. Sizə yəqin ki, onlar gələcək. Orada müəyyən şeylər olacaq ki, hamısını orada next eləyin. Yəni daxil olun, birbaşa qabağa keçin. Orada müəyyən şeylər olacaq. Onları tıklayın ki, təsdiqlənsin, qəbul edilinizi təsdiqlənsin və ondan sonra irəli aparın. Aydın bu şəkildə. Artıq hesabı bağladıq. Bundan sonra nə edirik bəs? Keçirik biz hara? Trade Wait-ə. Daha doğrusu. Keçirik bundan sonra biz Trading View-ə. Aydın? Gəlin keçək. Burada hesabı bağlayırıq. Tamam, TradingView-ə keçdik. Biz bura daxil oluruq. Deyəlim ki, burada olan TradeView-ə. Tamam, daxil oluruq. Burada demo hesab keçirik. Çünki hələ ki live hesabımız yoxdur. Aha, bura artıq nə yazırıq millət? Bizim yazdığımız kodumuzu, şifrəmizi bu şəkildə yazırıq. Bura yazdıqdan sonra indi mən burada videonu saxlayacağam. Yazdıqdan sonra artıq hesabı bağlayırıq. Bura video saxlayıram. Deməli, şifrə ilə ID-mizi yazdıqdan sonra, daha doğrusu yazdıqdan sonra artıq hesaba daxil oluruq. Mhm. Artıq hesab bağlandı. Bax, Trade Wait işarəsi gəldi bura. Bir dəqiqə. Trade Wait işarəsi gəldi bura və artıq hesaba bağlandı. Artıq, bax, burada da görsənir. Gəlin bunu da görsədim. 50 minlik fon hesabımız. Burada artıq bizim hesabımız bura bağlanmış oldu. Bu qədər sadə. Aydınmı? Okey, əgər ki millət bura ilə bağlı suallarınız olsa, çətinlik yaşasanız, yorumlarda yazın zəhmət olmasa. Çünki biraz ilk dəfə alan insan üçün biraz çətin gələ bilər, amma sonradan görəcəksiniz çox da çətin deyil. Aha. Bağladıqdan sonra artıq hesab sizdə olmuş olur. Burada hesabda işlem alan zamanda futures, yəni misal üçün burada qızıldadır, yəni ki, trade eləmək istəyirsinizsə və yaxud da ki, Nasdaq trade eləmək istəyirsinizsə, futures misal üçün burada qızılda belə idi də. Mhm, mhm. Bir dəqiqə baxaq. Belə olmalı. Aha. Bu şəkildə. Aydınmı? Yəni qızılda trade eləmək istəyirsə burada yazırsınız, bu şəkildə gəlir. Əməliyyat açma qaydası da yəqin ki, hər biriniz bilirsiniz. Eyni qayda ilə indi bazara bağlı deyə hal-hazırda göstərə bilmirəm, amma çox rahatdır millət, çox rahatdır. Yəni sağ klik eləyirik. Bax, sağ klik elədik. Buradan əməliyyat açmaq üçün indi hal-hazırki vəziyyətdə yəni yoxdur deyə bunu göstərə bilmirəm. Amma bu şəkildə də baxa bilərsiniz. Məsəl üçün bu şəkildə əməliyyat açmaq istəyirik. Sağ klik eləyirik. Burada limit əmri oluşdur. Bax bu şəkildə. Bax, tool'u qoyduq, çox rahatdır. Misal üçün buradan long price açacağıq. Tool'u qoyduq buradan. Misal üçün buradan açmaq istəyirik, düzdürmü? Bura gələndə market əməliyyata daxil olaq. Sağ klik elədik, limit əmri oluşdur. Bu yəni bunun sevdiyim tərəfi trading və bağlanmasıdır. Həqiqətən çox gözəldir. Burada artıq kontrakt seçirik. Misal üçün neçə kontraktla daxil olacağıq. Deyirəm ki, bu şəkildə. Limit artıq bax görürsünüzmü? Hamısı özü qiyməti təyin eləyib, take profit təyin eləyib. Bax kontraktı yazdıqda artıq nə qədər qazanacaqsınız, nə qədər itirəcəksiniz hamısı yazılır. İki kontrakt çevirdikdə bax görürsünüzmü? Bu yəni bunun avantajı çox gözəldir. Al-sat basdıqdan sonra artıq birbaşa aktivləşir. Yəni çox-çox rahatdır. Tamam. Əgər ki bununla bağlı istəsəz, mən yenə istifadə qaydası ilə bağlı əməliyyatı necə açmaq lazımdır, onunla bağlı da video çəkərəm. Bu qədər millət. Hər birinizə xeyirli olsun. Hər birinizə alacaqsınızsa inşallah bol-bol payout alasınız, bol-bol qazanc əldə edəsiniz. Sağ olun millət, hər biriniz Allah amanında.